Aha, deməli bugün the definite article, the article-dan danışacağıq. The article dediyimiz kimi müəyyənlik bildirir. Hər hansı bir şəxs və ya əşya bizə məlumdursa, biz burada the article-dan danışırıq. Amma hər zaman bu qayda keçmir. The article-nun işləmə məqamları genişdir, çoxdur. Nəzərə yetirək. Deməli, She loved flowers deyirik. Burada flowers qarşısında əgər bizə də öyrədəcəm. Gel git gözüm Aysara git gel. Git. Ay balıncındala git. Balıncındala git. Balıncındala git. Arkası bu götürdüler size. Ha, gel yakalarsın. Aha. Biz desək ki, o gülü xoşlayır. Hər hansı bir gül. Burada biz a flower da deyə bilərik. Flowers yox. Flower olsa a flower. Gül xoşlayır, hər hansı bir. Amma she love flowers ümumiyyətlə güllər xoşlayır. Ümumiyyətlə. Amma she loves the flowers. Burada şu artıq təyin edici var. Bizə məlum olduğu hansı gül? İmeni sənin həyətindəki gülləri xoşlayır. In your garden bizə bir işarə verdi ki, hansı gülləri, ay bacı, ay qardaş, bu sənin həyətindəki gülləri biz ona görə burada the flowers-ı qoyuruq, müəyyənlik oldu. Sonra mənasına görə tək olan səma cisimləri hər zaman the article ilə işlənir. Yəni the sun, the moon, the earth, the sky, the world, dünya, yer kürəsi deyiriksə, biz burada the article-dan istifadə edirik. Və sonra üstünlük dərəcəsi, sifətin üstünlük dərəcəsi keçəndə keçəcək. Yəni biz sadəcə onu bil ki, sifətin üstünlük dərəcəsi bir hecadan ibarətdirsə, sonuna s-tı şəkil əlavə edirik. Sifət, məsələn, cute. Cute bir hecadan ibarətdir. Deyilişə baxırıq, səsə baxırıq. Cute, cute, cute bir hecadır. Və biz burada artıq sözün sonu eynən qurtardığına görə sadəcə cutest artırırıq və önünə isə the article. Əgər interesting üç hecadan ibarətdir. Artıq biz burada est şəkilçisi qoymuruq, most qoyuruq önünə. Və yenə biz the most deyirik. Və bu cutest, the most interesting Azərbaycan dilində ən deməkdir. Ən şirin, ən ağıllı, ən maraqlı, ən gözəl deyiriksə, biz the article-dan istifadə edirik. Yəni, istər s-tış, bax, high bir hecadır, ona görə highest. Long bir hecadır, longest. Rich bir hecadır, the richest. Beautiful üç hecadır, the most beautiful işlədirik. Sifətin üstünlük dərəcəsində. Əgər və yaxud da more-la gəlirsə, biz the article-dan istifadə etmirik. Sadəcə istisna bir qayda var. Onda müqayisəlik işlədəndə nə qədər çox oxusan, o qədər yaxşıdır. Nə qədər çox yesən, o qədər çox şükür. Nə qədər, o qədər. Bizdə deyirik, nə qədər çox, o qədər. Bax, onda biz the article-dan istifadə edirik, onda müqayisə dərəcəsi işləyir. Amma üstünlük dərəcəsi, bax, bu müqayisədir. Müqayisə dərəcəsindən the article-ını işlətmirik. Amma üstünlük dərəcəsinə, yəni S şəkilçisi və yaxud da most şəkilçisi bu sözü varsa, biz burada the article-dan istifadə edirik. Sadəcə bu most-a diqqət edək. Hər most the article qəbul etmir. Most ən mənası bildirdikdə, okey, yəni mostdan sonra sifət gəldikdə biz the article-dan istifadə edirik. Amma mostdan sonra isim gəldikdə, məsələn, most people, artıq burada most ən yox, əksər mənası bildirir. Əksər insanlar. Most people və biz burada artıq the article-dan istifadə etmirik. Baxırıq, mostdan sonra isim varsa the qorxub qaçır.
Mostdan sonra sifət varsa, the pıtlayıb ortalığa çıxır, foçlanır. Və isimləşmiş sifət nə deməkdir? Biz buna substantivləşmiş Azərbaycan dilinin qrammatikasında da var. Substantivləşmiş. Substantivləşmiş isimlər nə deməkdir? İsmin xüsusiyyətlərini daşıyır, amma mənaca sifətdir. Məsələn, deyək ki, gözəl. Gözəl sifətdir. Gözəl. Amma bu cəm şəkilçisi qəbul etdikdə isim kimi və isim kimi hallandıqda və ismin nə deyirlər olar? İsim kimi bu tamamlıq da ola bilər, ismin o sintaktik xüsusiyyəti olan tamamlıq və mübtəda rolunda da iştirak eləyir substantivləşəndə. Gözəl, yenə deyirəm. Məsələn, gözəl isim sifətdir. Gözəl qız deyirəm. Hardan bilirik? Əgər bu gözəldən sonra isim varsa bu sifətdir. Yox desəm ki, gözəllər seyranə gəlib bilməm eləymişsə şey. Gözəllər. Bax, gözəl. Amma lər cəm şəkilçisi qəbul edib gözəlləri görmək istərəm. Tamamlıq kimi hal şəkilçisi də hələ bir qəbul etdi. Gözəllər deyirəmsə mübtəda olur, gözəlləri deyirəmsə tamamlıq olur və ismin xüsusiyyətlərini daşıdığına görə bunlar olur substantivləşmiş isimlər. Yəni substantivləşmiş sifətlər, isimləşmiş sifətlər. İngilis dilində substantivləşmə necə olur? Good, yaxşı deməkdir. Əgər biz bunun qarşısına buradan ismi çıxardıb, ismin təpəsinə daş salıb və qoysaq olur yaxşılar. Amma desəm ki, a good boy və yaxud da good boys, yaxşı oğlan, yaxşı oğlanlar, boys. Biz burada artıq substantivləşdirmirik. Niyə? Baxırıq ki, ayda, burada isim gəlib, deməli, bu substantivləşməyib. The young, cavanlar. Amma a young boy, a young man deyirəmsə cavan oğlan, cavan kişi. Artıq biz burada e-dən istifadə edirik. Təbii ki, the artıq da ola bilər, o kontekstdən asılı olaraq. The old, qocalar, the disabled, əlillər, the homeless, evsizlər, the poor, kasıblar. Bax, Azərbaycan dilində də qoca kişi, qocalar, əlil, qadın, əlillər, evsiz, insan, evsizlər, kasıb, insan, kasıblar. Gördüyün kimi həm sifət, həm substantivləşib, isim xüsusiyyətinə keçibdir. Sonra insan soyadı. Bütöv bir ailənin bildirdikdə bunu biz daha başından isimdən deyə gəlirik. Və Nəcəfov, əgər Nəcəfovun bir nəfərindən istifadə ediləmsə, Nəcəfov deyəcək. Bütöv bir Nəcəfovlar ailəsini nəzərdə tuturuqsa, artıq The Nəcəfovs, The Browns, The Smith. Və sıra sayılarının qarşısında. Mütləq ki, sıra sayılarının qarşısında the article işlənir. Yəni, birinci, ikinci, üçüncü, birinci. Biz də deyirik ki, birinci. Birinci. Burada the first, ikinci. The second, the third, üçüncü. The fourth, beşinci. The seventh, the 70th, 70-ci. Artıq biz burada Z-dən istifadə edirik. Amma sıra sayın, miqdar sayında 1, 2, 3 deyirəmsə Z-dən istifadə etmirəm. Bir yeri gəlmişkən second bəzən saniyə mənası da bildirir. Saniyə mənasında diqqət etmək lazımdır ki, görək saniyə mi yoxsa ikinci mənasını mı bildirir. Sonra to play feili. To play feili həm çalmaq deməkdir. Play. Bax, buna da bir şəkil çəkək. Çalmaq. Nəyi çalmaq? Musiqi aləti çalmaq. Tar, kamança, dırınq, dırınq. Biri də var, oynamaq. Nə oynamaq? İqra oynamaq, futbol oynamaq. Burada bir futbol şəkli çəkim ki, yadda qalsın. Bu da bir tar, kamança, nə isə. Bu da kamançanın qolları, bəlkə belə yaz. Əgər çalmaq mənası deyiriksə, mütləq şəkildə çalmağa, bu musiqi alətimizə bir dənə Z artiklını yapışdıraq.
Musiqi alətlərində ifa etmək, çalmaq deyiriksə, play the. Amma oynamaq deyiriksə, məsələn, nə oynayırıq? Futbol oynamaq, tenis oynamaq, the article-ını qopardırıq yapışdırmaqdan. The article oynamaq mənasında işlədilmir. Çalmaq mənasında isə mütləq şəkildə işlədilir. Sonra language, English language. Deməli nədir? Əgər English dil mənası bildirirsə, baxırıq. Mən deyirəm ki, English. English-i biz hansı hallarda the article-la işlədirik, hansı hallarda işlətmirik? Əgər English bir xalq mənası bildirə bilər, bir dil mənası işlədilə bilər, yenə dil mənası işlədilə bilər. Bunu bu dili niyə 2 dəfə yazırım? Əgər İngilis xalq mənasını bildirirsə, mütləq şəkildə the English deyirəm. İngilis xalqları, ingilislər. The English, ingilislər. The Azerbaijanis, Azərbaycanlılar. The Turkish, türklər. Mən İngilisi götürdüm. Əgər dil mənasında deyirəmsə, English is spoken white. Biz heç nə işlətmirik. Dil mənasındadır, birincidir. English, the article işlədilmir. The. Çox yaltaqdır bu the. The baxır ki, burada heç nə yoxdur. Deyirəm, mən nə ölümüm azıb burada. English is spoken deyirik. Yaltaqdır. İngilisi burada tək görür. Görür yanı yörəsi yoxdur. Vozakonu yoxdur. Deyir, mən sırada, mən də gəlmirəm, mən nəyimə lazım. Amma English yenə dil mənasında yanında language sözü işlədilərsə, English language, İngilis dili. Burada artıq biz mütləq the article-dan istifadə edəcəyik. Aydın oldu? Bəli, müəllimə başa düşdüm, sağ ol. Sonra 10 dənəsini keçim, qalanları qalsın. Deməli, su hövzələri nə deməkdir? Çaylar. Çaylar, çay adlarının qarşısında biz the article-dan istifadə edirik. Mütləq İstər Nile sözünün qarşısında river sözü yaz. Bəzən uşaqlar bunu qarışdırırlar göllə. Qarışdırmayaq. Axan çay. Axan çay. Axan çaydır bu. Axan çayımızda istər qarşısında river sözü olsun, istər olmasın. Əgər biz çay adlarını görürüksə, the Nile, Nil, biz mütləq şəkildə the article-dan istifadə edirik. Olsa da river sözü olmasa, the Nile river də deyə bilərik, the Nile də deyə bilərik, the Danube river də deyə bilərik, the Danube da deyə bilərik. Fərq etməz, hər iki halda doğrudur. Dənizlər, dənizlər də yenə hər iki halda doğrudur. The Caspian Sea, the Caspian. The Irish Sea, Irish demir. The Mediterranean da deyə bilərik, the Mediterranean Sea də deyə bilərik. The Black Sea, bu qara dəniz mütləq ki özü yazılır. Ona görə bunu dərb etmək. Black, the Black deyə bilmərik, onda olur qaralar. Ona görə Black Sea mütləq şəkildə parçalanmadan belə işlədir. The Black deyə bilmərik. Okeanlar. 4 okeanımız yenə mütləq şəkildə ocean oldu, olmadı. Mütləq şəkildə biz the article-dan istifadə edirik. Göllərə baxırıq. Göllərimizin yanında əgər lake sözü varsa, the article-nun təpəsinə daş düşür. Məsələn, deyirəm ki, the Baykal, okey. The Baykal, alqış. Düz dedik, ayda, əla. Amma river gəldi mi? Deyirik ki, ay river, sən çıx get, river, ey Baykal Lake, lake. Gəldisə, lake öz işini görür, zenin təpəsinə bir daş salıb, onu qüvvədən çıxarır. Sonra kanallar, kanal adları the article ilə işlənir. İngilis kanalı, the English canal, channel, daha doğrusu channel. Və boğaz adları the Bering Strait, Strait boğaz deməkdir. Mütləq şəkildə the article ilə işlədilir. Körfəz adları istisnadır. Körfəz adları necə? San Francisco Bay, Hudson Bay. Bunlar neynir? The article-dan işlədilmir. Və adalar qrupu ilə adaların fərqi. Burada qeyd olunmuyor. Adalar əgər, məsələn,
gölün ortasında bir dənə adadan söhbət gedirsə, məsələn, Xəzər dənizindəki Pir Allahı, Xəzər dənizinin ortasında bir adadır. Ona görə mən burada heç bir artikl işlətmirəm. Dedim ki, bu V yaltaqdır, çoxluğu görür, ora meylənir, azlığı görən kimi üzünü çevirir, çıxır, gedir. Baxır ki, bu ada təkdir, deyir, elə təkdir də, yetim şeydir, mən nə gəzirəm burada, gəlmir. Amma adalar qrupu olarsa, adalar qrupu deyiriksə, mütləq şəkildə biz V artiklından istifadə edirik. The Bahamas, the Balearic Islands, the Azores, the British Isles gördüyün kimi hər birinin qarşısında V artiklını işlədirik. Aydın oldu Fatimə? Bəli, müəllimə, başa düşdüm. Çətin bir şey yoxdur ki. Deyil, müəllimə, hamısı asandır. Aha, əla. Bura kimi eləyək, qalanını da növbəti dərsdə Oldu, izləmək. müəllimə. Yaxşı qızım. Bəli, Aha, söz də göndərəcəm, öyrənərsiz. yaxşı. Sağ ol qızım. Sağ ol. Sağ ol.